aktyorluq dəliliyin bir növüdür. Birinci bunu yadda saxlayın. Obrazı canlandırarkən ən böyük maneə birinci insanın öz ağlıdır. Mənə bağışlayın. Mən sizi tarix müəllimi bilirdim. Bu aktyorluq texnikası falan hardan çıxdı? Postmodern aktyorluq sistemi kitabından. Biz tarixçilərin işi oxumaqdır. Tarix şərab kimidir. Zaman keçdikcə daha da dəyərlənir. Amma biz tarixçilər tarixi bir prosesin qiymətini zamanında aşkarlaya bilirik. Bu kitabı hər kəs yaxşıca oxusun. Məşğələləri bir yerdə keçərik. Hər biriniz yenicə torpağa əkilmiş toxumsunuz və yavaş-yavaş cücərməyə başlayırsınız. Torpağın içindən çıxıb bir fidan olmağa doğru gedirsiniz. Artıq bir fidansınız və böyüməyə başlayırsınız. Ağac olmağa doğru gedirsiniz. Budaqlarınızı hiss eləyin. Yarpaqlarınızı hiss eləyin. Küləyi, günəşin işığını hiss eləyin. Budaqlarınız qurumağa başlayır və sınır. Yarpaqlarınız tökülür. Budaqlarınız quruyur. Və yavaş-yavaş torpağa qarışırsınız. Ən çox xoşladığım şey oğurluğa, aktyorluğa qatılmasıdır. Amma xəyanət baxır adamına. Məncə nisbidir. Adam var ki, xəyanət olunmağa layiqdir. Mənə görə bu macəranın içində olmaq bu yaşda oyun kimidir. Təhlükə elə də vecmə deyil. Nə olacaqsa olacaq. Elə qabaqda oynayacaq oyunlarımız var. Kaos. Dalaş. Barış. Kaos. İndi ən sevdiyiniz insanı görürsünüz. Kaos. Dalaş. Barışın. Etibar eləmədiyim işdə mən yoxam. Güvəni qazanmaq çətindir, itirmək asandır. Bugünə qədər bütün işlərimi tək görmüşəm. Heç bir köməyə ehtiyac olmadım. Sən ist. Barmağınızın ucunda yağ damcısı təsəvvür edin və yavaş-yavaş aşağı doğru axır. Əlinizin içindən yavaş-yavaş qolunuza tərəf gəlir. Və onu bütün bədəninizdə həmin yağı hiss edin. Və damcı yavaş-yavaş aşağı düşür. Günəşi hiss edin. Günəşin şüalarını üzərinizdə hiss edin. Barış. Kaos. Bundan sonra uğurluğa son. Allah hə, namuslu ailə həyatı. Xəzinədən hər kəs öz payını götürəcək. Kim nə edəcək? Mən
heç kimin aça bilməyəcəyi seyflərin istehsalına başlayacağam. Mən təhlükəsizlik sistemi proqramı quracağam. Boşluqlar ən yaxşı oğrular bilər. Bəs sən? Mən bu haqda heç fikirləşməmişəm. Legallaşmaq planım heç olmayıb. Yəqin kimsəsizlər evinə yardım edərəm. Mən maşın istehsalına başlayacağam. Milli və yerli. Madam ki biz Bakının qapısının yerini bilirik, demək ki biz də Bakının qorucularından sayılırıq. Bakının inkişafı üçün əlimdən gələni eləyəcəm. Mən kinoya çəkiləcəm. Ən böyük xəyalımdır. Başqa arzun? Azərbaycanda kino var. Bizim işimizə oxşar bir kino var. La Casa de Papel. O nə deməkdir? Kağızdan ev. Allah hə, baxmışam. Adamlar pul oğurlamaq əvəzinə pul kəsən mətbəəni basıb özləri üçün pul kəsirlər. Zordur. Allah, qarışdır açım. Mən də baxmışam. Maraqlı kinodur. Bizim tarixçi də oradakı professor oxşayır. Orada oğrular hərəsinə şəhər adı qoyurlar. Kod adı kimi. Bəlkə biz də eləyək. Məncə də maraqlı olar. Misal Maria Gəncə olsun. Eldar Lənkəran. Qorxmaz, Ağdam olsun. Sən də Naxçıvan. Niyə? Gözəlsən. Həm isti, həm də soyuq. Bir yerdə olsaq da ayrı bir muxtariyyətin var. Bir də vələt. O da Şuşa olsun. Yox, Şuşa mədəniyyəti paytaxtıdır. O bizim kimi işlər görməz. O ya Yevlax ya da Şamaxı olsun. Gəncə, Lənkəran, Ağdam. Kürdəmir. Başa düşməm, niyə mən Kürdəmir? Çox istisən. Uzaq dur, yanarsan. Xəyanət mənim üçün insanın özünə elədiyi hörmətsizlikdir. Öz dəyərinə elədiyi hörmətsizlik. Öz düşüncəsinə elədiyi hörmətsizlik. Bunların hamısı unudulur. Öləndən sonra heç kimin vecinə də deyil. Xəyanət eləmisən, yoxsa düz eləmisən. Amma sənə deyim, xəyanət eləyəndə də ustalıqla eləmək lazımdır. Heç kimin ruhu da inciməsin.